Bugündən etibarən Bakı 2015 Avropa oyunlarının başlamasına nə az nə çox düz 300 gün qalır. Avropa oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri tərəfindən Bakıya həvalə olundu. Hazırda paytaxtımızda Avropa oyunlarının başlamasına ciddi hazırlıqlar gedir. Yarışların təşkil olunacağı milli 20 yarış məkanlarında Bakı 2015 Avropa oyunlarının keçiriləcəyi vaxtlarda heç bir əngəlin olmaması üçün bu işə səfərbər edilmiş insanlar bütün gücləri ilə çalışırlar. Ümumilikdə 239 medal qazandıracaq 17 yarış günü keçiriləcək. Yarışlar çimərlik futbolu və basketbol kimi yeni idman növlərinə daxil olmaqla ümumilikdə 19 idman növü üzrə baş tutacaq. Ölkəmizə olimpiya xalqlarını təmsil edən 6000-dən çox Avropalı atletin gələcəyi gözlənilir. Atletlərin qalacağı yerlər isə demək olar ki, artıq hazırdır. Belə ki, şəhərin Koroğlu metro stansiyası yaxınlığında yerləşən Olimpiya kəndində ölkəmizə gələn atletlərin qalmaları üçün hər cürə şərait yaradılıb. Bu binalarda təmir tikinti işləri demək olar ki, artıq yekunlaşıb. Atletlərin rahat qalmaları üçün yataq otaqları, vanna otaqlarının təmiri başa çatıb. Bundan başqa otaqların hər birində istənilən şərait yaradılıb. Bakının görməli yerlərindən birində salınan bu atletlər şəhəri istər təmizliyi, istər otaqlarının rahatlığı, istərsə də yaradılan hər cür şərait ilə Bakı 2015 Avropa oyunlarına tam hazırdır deyə bilərik. Atlet kəndində 13 yaşayış binası tikilib. Bu binalarda 2, 3, 4 otaqlı otaqlar, hər bir otaqda isə ən azı bir vanna otağı yerləşir. Kommunikasiya işləri üzrə direktor William Louis Mari bildirir ki, atlet kəndində yaradılan şərait nəinki Avropa Olimpiya Komitələrinin standartlarına cavab verir, hətta daha yüksək səviyyədədir. Atlet kəndində eyni vaxtda 4500 nəfər adam qala bilər. Nəzərə alsaq ki, yarışlar növbə-növbə keçiriləcək, onda ümumiyyətlə 900 min nəfəri qəbul etmək imkanımız var. Həmçinin atlet kəndində 2500 nəfərlik yeməkxana da mövcuddur. Atletlərin asudə vaxtlarını keçirmələri üçün 13 istirahət zonası təşkil olunacaq. Sırf Azərbaycan milli mətbəxini təmsil edən 2 restoran fəaliyyət göstərəcək. Atletlər kəndinin təhlükəsizlik məsələləri də əvvəlcədən düşünülüb. Bakı 2015 Avropa oyunlarının əməliyyat komitəsinin təhlükəsizlik xidməti Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti orqanları ilə sıx əməkdaşlıq edəcək. Artıq Bakı 2015 Avropa oyunlarının başlamasına 300 gün qalıb və bütün işlər tam qrafik üzrə həyata keçirilir. Milli gimnastika arenası isə artıq Avropa oyunlarına tam hazırdır. Çəkiliş sırasında ölkəmizi təmsil edəcək gimnastların məşqləri ilə qarşılaşdıq. Gimnastika yarışları, idman gimnastikası, bədii gimnastika və bağ üzərində tullanma kimi 3 ənənəvi, eyni zamanda akrobatika və aerobika kimi 2 yeni qeyri-olimpiya idman növləri üzrə keçiriləcək. Ümumilikdə 446 kişi və qadın gimnast arasında keçirilən yarışda 34 medal ilə təltif olunma baş tutacaq. Avropa oyunlarına tam hazır olan milli gimnastika arenası 6800 tamaşaçı tutumuna malikdir. Bakı 2015 Avropa oyunlarının açılış və bağlanış mərasimləri isə Milli Olimpiya stadionunda keçiriləcək. Ümumilikdə 500 metrlik bir ərazidə tikilən Olimpiya parkı 2015-ci il fevral ayının 1-də tamamilə istifadəyə veriləcək. Milli Olimpiya stadionunun tikinti üzrə meneceri Evren Tokmaq bildirir ki, Olimpiya parkı 68 min tamaşaçıya ev sahibliyi edəcək. Bununla yanaşı stadionun 3 giriş və çıxış qapıları olacaq ki, insanlar üçün tıxac problemi yaşanmasın. Projemiz 24 aylık kısa sürede fast track olarak planlanmış ve programında devam eden bir projedir. 1 Şubat 2015 tarihinde projeyi tamamlayacağız. Şu andaki ilerleme yüzdemiz %85'teyiz. Evren Tokmaq onu da bildirir ki, artıq stadionun parking məsələləri də öz həllini tapıb. Belə ki, ölkəmizə gələn qonaqların bu sahədə də əziyyət çəkməmələri üçün hər şey düşünülüb. Evet, yaklaşık 3000 araçlıkta bir otoparkımız olacak. Halkın kullanabileceği. Dolayısıyla park sorunu da yaşanmayacaq. Ölkəmiz Bakı 2015 Avropa oyunlarına tam hazır olana qədər bu işlər davam edəcək. Artıq 300 gün sonra Azərbaycan, Bakı növbəti beynəlxalq bir layihəyə ev sahibliyi edəcək. Digər beynəlxalq səviyyəli layihələrə sahibliyin öhdəsindən layiqlik gəldiyi kimi, gedilən işlər onu göstərir ki, Bakı 2015 Avropa oyunları da ölkəmizə çoxlu turist, qonaq, ən əsası Azərbaycan sevgisi gətirəcək.